Gününüz, geceniz ve nihayet yeni 6034. iliniz mübarek olsun. Çok hürmetli Azeriler. Artık odlar yurdumuza yeni il öz mübarek qədəmlərini koydu. Bəli, artık 6034. pillədə qərar tutmuşuq. Azərbaycan, Azərian odlar yurdu məmləkəti onun tarixi qədər möhtəşəm və vüqarlıdır. Oda, ateşə, alova tapınan millətimiz 6034 ildir ki, böyük yolun yolsudur. Bu yol tarix yoludur. Biz tarixdə böyük dövlətlər qurduq. Böyük hünərlər göstərdik. Tarixin səhifələrinə öz adlarımızı qızıl hərflərlə yazdıq. 13 dilli müqəddəs alovumuzun şölələri daim bizim yollarımıza öz nurunu çilədi və çiləməkdə də davam eləyir. Bax bugün 6034. ilin məmləkətimizə daxil olduğu bu anlarda, yəni artıq mart ayının 23-üdür və mart ayının 23-ünün ilk saatlarını yaşayırıq ki, bu saatlar, bu dəqiqələr bizlər üçün çox əzizdir. Bu dəqiqələrin, bu saniyələrin yükündə tarixin nəfəsi var. Tarixin ruhu var, ovqatı var. Elə ona görə də təbii ki, bax bu yeni ili qarşıladığımız ilk anlarda mən sizlərə Azəri Neytral Sərt Millətlərsevərlər Birliyinin ideoloji katibi olaraq özümün qələmə aldığım və elə ANSMB-nin adından bunu təqdim eləyirəm. Belə bir şeiri nəzərinizə çatdırmaq istəyirəm. Azərilər, odlar diyarında od olub yanar, gecəsi gündüzü nura boyanar. Səmadakı günəşlə bir oyanar, işıq Azərilər, nur Azərilər. Şölə tək yüksəlib alova dönər, sanma ki tez yanıb tezcə də sönər. Bu cahanda ürək kimi döynər, daşar bir sel olub gur Azərilər. Dosta sadiq qalar, ona can verər, düşmənəsə qorxu, həyəcan verər, məhv edər, nə fürsət, nə aman verər. Qazar yağlar süngör Azərilər. Arı olub gül çiçəkdən bal yığar, yağış olub susuz səhraya yağar. Hər çaqqalı cəsur şir kimi boğar, qurmaz hörümçək tək tor Azərilər. Zəkasından, məntiqindən gücəlar, çox iş görər, dəyərini gecəlar. Qartal olub zirvələrdə qocalar, baxmaz yaradana xor Azərilər. Bəli, biz Azərilər yaradana daim sadiq qalan bir millətik. Elə ona görə də bax bu yeni il günündə 6034. ilimizin ilk günündə istərdik ki, ilk növbədə Azəri milli ideologiyasının banisi, universal zəka sahibi, filosof, dəyərli tarixçimiz Asif Həsənovu yada salaq. Öncə Asif müəllimin ruhuna ulu yaradandan, ulu Allahdan rəhmətlər diləyirik. Və onu sizlərin nəzərinə çatdırmaq istəyirik ki, Asif müəllim daim 3 komponenti irəli sürərdi: ruh, qan və məslək birliyi. Bəli, biz Azəriləri həm ruh, həm qan, həm də məslək birliyi birləşdirir.
Bu birliğin simvolu ise, bu birliğin faktiki özülü, faktiki özəyi isə əlbəttə Azəri neytral, sərt millətseverlər birliyidir. Bəli, bugün biz Azəri sərt millətseverlər birliyinin baş qərargahının həyətində tonqal qaladıq. 6034-cü ili bax belə təntənəli şəkildə qəbul etdik. Bəli, o yerdə ki, o məkanda ki, odlar yurdunda Azəriliyin pərvəriş tapdığı, doğulduğu bir məkanda. Bu baxımdan Azəri Neytral Sərt Millətseverlər Birliyinin sədri İbrahim Azəri bəy həmin tonqalın ətrafında bizim Azəriliyi təmsil edən Azəri Neytral Sərt Millətseverlər Birliyinin üzvləri qarşısında öz bayram nitqini də söylədi və bütün Azərilərə bax bu nitqin mahiyyətini, bu nitqin əsas əzmini, ovqatını çatdırmağı mənə həvalə elədi. Azəri Neytral Sərt Millətseverlər Birliyinin bir ideoloji katibi kimi. Odur ki, Azəri Neytral Sərt Millətseverlər Birliyinin sədri İbrahim Azəri bəyin və təşkilatımızın Azəri Neytral Sərt Millətseverlər Birliyinin adından bütün dünyada yaşayan Azəriləri 6034-cü ilimizin gəlişi münasibəti ilə ürəkdən təbrik eləyirik. Biz arzu eləyirik ki, Azərbaycan torpaqlarında, odlar yurdu məmləkətinin böyük coğrafiyasında daim günəş parlasın. Azərlərimizin ocaqları daim gür yansın. Odumuz heç zaman sönməsin. Çünki od, alov biz Azərlər üçün çox müqəddəs məhfumlardır. Yeni ilin bax bu ilk dəqiqələrində, ilk saatlarında əlbəttə Azərlikdən danışmaq, Azərliyi vəsf etmək mənim üçün çox qürur vericidir. Ona görə də mən sizlərə bax bu yeni ilin ilk anlarında, ilk saatlarında daha bir şeirimi çatdırmaq istəyirəm. Bu şeirim belə adlanır: Aşiqik. Günlər üçün nur dilədik, günlər üçün nur dilərik Tanrıdan. Azəriyik, biz işığa aşiqik. Oyanarıq ağardanda sübhüdan, səmadakı yaraşığa aşiqik. Nur, söz adlı fırçamızın boyası, günəş ilə yoğrulubdu mayası, gözlərimiz olmaz ondan doyası, dastan deyən o aşığa aşiqik. Həm gündüzü, həm gecəni boyuyar, onda mahir rəssamların hökmü var. Qüdrəti ilə gerçəkləşər arzular, siyah rəngdə doğan ağa aşiqik. Azəriyik, azalarmı nurumuz, odlar yurdu əbədi qürurumuz. And yeridir süfrəmizdə çörək, duz, vətən adlı bu torpağa aşiqik. Bəli, vətən adlı bu torpağımız bugün daha da qürurludur. Çünki onun bütün ərazisində Azərbaycan Respublikasının konstitusiya quruluşu və suverenliyi bərpa olunub. Əlbəttə, bütün bunlar Prezident İlham Əliyevin uzaqgörən, uğurlu xarici və daxili siyasəti nəticəsində mümkün olub. 2023-cü ilin 15 oktyabrından bəridir ki, artıq Xankəndidə də bizim Azərbaycan Respublikasının üç rəngli bayrağı dalğalanır. Eşq olsun məmləkətimizə, Azərbaycan torpağımıza. Əlbəttə, Azərlikdən danışmaq, Azəri ideyalarını tərənnüm etmək, onlardan ilhamlanmaq
mənim üçün bir ideoloji katib olaraq çox zövq vericidir, çox xoşdur. Nəzərinizə çatdırım ki, biz Azəri Neytral Sərt Millətseverlər Birliyinin üzvləri sədrimiz İbrahim Azəri bəyin rəhbərliyi altında 6034 illik bu şanlı tariximizi daim araşdırmışıq və araşdırmaqda da davam edirik. Biz hər ayın 13-də Azəri Neytral Sərt Millətseverlər Birliyinin üzvləri olaraq millətimiz üçün, torpağımız Azərbaycanımız üçün böyük işlər görmək naminə bir yerə toplaşırıq, biz iclaslar keçiririk. Əlbəttə, bizim qarşıda da belə iclaslarımız olacaq. İnşallah, aprel ayının 13-də də biz artıq 6034-cü ilin ilk iclasını keçirəcəyik. Ona görə də düşünürük ki, artıq bütün Azərilərimiz, Azərbaycanı sevən insanlarımız Azərbaycan oduyla daha gür alışıb yanmalıdırlar. Çünki onlar bizə qürur verirlər. Bax, bu iclasları, bu tədbirləri keçirməkdə bizlərə onlar əvəzsiz bir ilham mənbələridir. Doğrudan da nə qədər də xoşdur. Dünyanın ən qədim bir milləti olasan və artıq 6034-cü ili qəbul eləyəsən, 6034 ilin, daha doğrusu 6034 ilin bu nəhəng tarixi bir miqyası ilə fəxr eləyəsən. Əlbəttə, bizim İbrahim Azəri bəyin öz əsərlərində qeyd etdiyi kimi hələ 19 xarici dövlətin ərazisində torpaqlarımız var. Əlbəttə, biz müasir hüquqa böyük hörmət və ehtiramla yanaşırıq, beynəlxalq hüququn bütün göstərişlərinə əməl eləyirik. Ancaq düşünürük ki, hər bir Azəri bilməlidir ki, onun tarixi əraziləri haralar olub. Əlbəttə, bu istiqamətdə də bizim ANSMB televiziyası, eləcə də onun RIR qanadı, yəni Rus dilində verilişlər departamenti də çox uğurlu fəaliyyətlər göstərir. İnşallah bizim sizlər üçün çox maraqlı verilişlərimiz olacaq. Düşünürük ki, bax, bu yeni ildə 6034-cü ildə bizim fəaliyyətimiz daha da intensiv olacaq, daha da vüsətlə davam eləyəcək. Ona görə də, bax, bugün mənim ürəyim necə deyərlər doludur. Bir Azəri olaraq, 13 dilli alovun aşıqı olaraq. Elə bu baxımdan istərdim ki, Azərliklə bağlı olan daha bir şeirimi bax, bu yeni ildə, 6034-cü ildə sizə təqdim edeyim. Azəri əqidəsi. Ululardan, dahilərdən yadigar, parlaq günəş kimi bir məfkurə var. Gəlir minillikdən, tarixdən səsi, əbədidir Azəri əqidəsi. İlk çeşməsi Ərdəbildən qaynayır. Pərvaz ruhu Xan Arazda oynayır. Şuşa baş tacıdır, Təbriz didəsi, müqəddəsdir Azəri əqidəsi. Yanardağdan sönməz atəş od alır, atəşgahdan şöhrət, qüdrət ad alır. Hikməti ilə heyran edir hər kəsi, fəlsəfədir Azəri əqidəsi. Səviyyəsi tufandağ tək ucadır, müdriklikdə bir ağ saçlı qocadır. Yox edir zirvəsi dumanı, sisi, həqiqətdir Azəri əqidəsi. Bəli, bu həqiqətin ən böyük təntənəsi isə bax, bizim 6034-cü ilimizdir. Bu zirvədən biz bütün tarixin çağlarına, mərhələlərinə boylanırıq. Və boylandıqca da
Azəri millətinin nə qədər yüksək, nə qədər əzəmətli bir millət olduğunu görürük və Azəri dilinin nə qədər gözəl bir dil olduğunu anlayırıq. Heç bir dildə olmayan incə saitlər, ə, ö kimi saitlər və başqa lingvistik incəliklər yalnız mənim Azəri dilimdədir. Ona görə də Azəri dilimlə, Azəri elimlə fəxr edirəm. Artıq 6034-cü ilin bax bu ilk dəqiqələri, ilk anları sanki qəlbimə diktə edir ki, bax bu ildə millətimiz üçün, Azərbaycanımız üçün, odlar diyarımız üçün daha da uğurlu olacaq. Odur ki, uğur daim bizlərlə olsun. 6034-cü ilimiz mübarək olsun.